Salam, mən Nərmin müəllimə. Sizə müəllifi olduğum təbiət test toplusunu təqdim edirəm. Deməli, təbiət test toplusu təbiət dərsliyinə əsasən 5 və 6-cı sinif materialını əhatə edir. Test toplusunu həm RFM, həm də monitorinqə hazırlaşan şagirdlər istifadə edə bilər. Eləcə də özünü təkmilləşdirmək istəyən müəllimlər də istifadə edə bilər. Toplumumuzun müsbət cəhətlərindən biri hər fənni öz ixtisas müəlliminin yazması olmasıdır. Yəni biz biologiya müəllimi olaraq kimya və fizika fənlərinə aid testləri yaza bilərik. Amma fizika və kimya müəllimi kimi dərindən düşünərək tam sağlam suallar ortaya bəlkə də çıxara bilmərik. Yəni toplumumuzun üstünlüklərindən biri də odur ki, hər fənni, hər ixtisas müəllimi özü yazmışdır və kitabımız 5 və 6-cı sinif dərsliyinə uyğun olaraq bölmələr üzrə ardıcıl verilmişdir. Burada siz hal-hazırda 5-ci sinif dərsliyindəki, yəni dərslikdə olan bölmə ardıcıllığını və həmin bölməyə də uyğun bizdə artıq testləri görürsünüz. Və testlərimiz hər bölmə üzrə çətindən asandan çətin səviyyə doğru gedir. Yəni buna görə də yenə deyirik, bu testlərimizi həm monitorinqə hazırlaşan şagirdlər istifadə edə bilər. Hansı bölmənin ilk sualları gördüyünüz kimi, yəni asan suallardır. Canlının ən kiçik quruluş vahidi nədir? Şəkildə göstərilən sümük haqqında yanlış fikri seçin və s. Yəni bu tip suallar monitorinq səviyyəli suallardır. Biraz irəliləyən suallar isə artıq çətin tipli suallardır. Mən indi sizə göstərmək istəyirəm hal-hazırda 6-cı sinifin mündəricatını da göstərmək istəyirəm. Baxırıq 6-cı sinifin mündəricat hissəsi və yenə də dərsliyə uyğun olaraq bütün bölmələr üzrə tam səliqəli və yüksək səviyyədə hazırlanmış testlərimiz var və mən biologiya müəllimi olaraqdan sizinlə biologiyaya aid bir neçə sualı belə deyək də izahını verəcəm. Həm sualın qoyuluşunu, həm belə deyək də suallarımızın səviyyəsi və s. görmək məqsədi ilə. Deməli, birinci sualı izah edim. Daha doğrusu izah etmək istədiyim sualların bir neçəsini seçmişəm. Oradan izah edəcəm. Deməli, burada mən izah edəcəm sizə 33-cü sualı. Orqanlar sistemləri iki qrupa bölən Mədinə müəllim A və B qrupu haqqında müxtəlif fikirlər irəli sürdü. Verilənlərdən hansı variant düzgün fikirləri özündə əks etdirir? İndi baxırıq, bu bölmə 5-ci sinifdə insan orqanizmi adlanan ilk bölmənin sualıdır və bu bölmədə də insan orqanizminin orqanlar sistemləri, orqanları, boşluqları və s. haqqında məlumat öyrənirik. Baxırıq suala. A qrupu hərəkət etmək qabiliyyətinə malik deyil. Deməli, A qrupu göstərir burada artıq 4 şəkil var. Eləcə də B qrupunda da 4 şəkil var. A qrupu hərəkət etmək qabiliyyətinə malik deyil. İnsanda, eləcə də əksər heyvanlarda hərəkətə xidmət edir əzələ toxuması. Və biz burada görürük əzələ sistemini B qrupunda görürük. A qrupunda biz əzələ sistemi görmürük. Buna görə də A qrupu hərəkət etmək qabiliyyətinə malik deyil. Fikri düzgün fikirdir. 2. Hər iki qrup düşünmə qabiliyyətinə malikdir. Bəli, baxırıq, həm A qrupunda, həm də B qrupunda biz sinir sistemini, eləcə də baş beyni görmüş oluruq. Məhz bu baş beyin sayəsində insan düşünür və bizə deyir, düşünmək qabiliyyətinə malikdir. Bəli, düşünmək qabiliyyətinə malikdir. 3-ə baxırıq. A qrupu tənəffüs etsə də oksigen qazını hüceyrələrə çatdıra bilmir. Baxaq, tənəffüs edir insan ağciyərləri vasitəsilə. Ağciyərlər burada 3-cü sistemdədir, görsənir. Deyir, tənəffüs etsə də oksigen qazını hüceyrələrə çatdıra bilmir. İndi baxırıq, oksigen qazını tənəffüs orqanından alıb hüceyrələrə çatdıran orqanlar sistemi
qan damar sistemidir. Və biz burada, bax, bu ikinci şəkildə qan damar sistemini görürük. Yəni, üçüncü şəkildəki orqanlar sistemi, tənəffüs sistemi xaricdən oksigen qazını qəbul edəcək. İkinci şəkildəki qan damar sistemi isə həmin oksigeni orqan və toxumalara, hüceyrələrə və s. çatdıracaq. Yəni, çatdıra bilmir deyirsə, demək ki, bu düşüncə səhv düşüncədir. Dördüncü suala baxırıq. Dördüncü varianta baxırıq. B qrupunda ağciyər olmasa da ağciyəri qoruyacaq skelet hissəsi var. B qrupunda, bəli, baxırıq, həqiqətən də ağciyər yoxdur, amma doğru deyil. Biz döş qəfəsini görürük. Döş qəfəsinin olması, deməli, artıq ağciyəri qoruyan skelet sahəsi var deməkdir. Düzgün fikirdir. Düzgün fikirdir. Və 5. A qrupunda hüceyrələr qida çatışmazlığından və ifrazat məhsullarının xaric olunmamasından tələf ola bilər. Deməli, A qrupunda hüceyrələr qida çatışmazlığından biz baxırıq. A qrupunda həzm sistemi yoxdur. Bəli, doğrudur. Çünki qida çatışmazlığından, bəli, həqiqətən də həzm sistemi yoxsa qida çatışmazlığı baş verəcək və eləcə də ifrazat məhsullarının xaric olunmamasından. İfrazat məhsulunu da xaricin orqanizmamızdan ifrazat sistemidir. İfrazat sistemi də yenə də B qrupundadır. Bəli, həqiqətən də A qrupunda nə həzm nə də ifrazat sistemi görmədiyimiz üçün A qrupu, bəli, yəni hətta nəinki hüceyrə, hətta orqanizm səviyyəsində qida çatışmazlığından və ifrazat məhsullarının xaric olunmaması səbəbindən tələf olacaq. Belə, indi bizdən də soruşur, düzgün fikirləri soruşur bizdən. 1, 2, 4, 5-ə baxaq. 5-i də düzgün fikir kimi qeyd etdik. Bəli, 1, 2, 4, 5 oldu bizim düzgün fikirlərimiz. Növbəti bir sualda izah etmək istəyirəm. 6-cı sinif səviyyəli bölmədən bir sual seçək. Səhifə 107-də, məsələn, 52-ci sual. 52-ci suala baxaq. Deməli, bu da insan sağlamlığı bölməsindəndir. A, B və C ürəkdə qanın hərəkət ardıcıllığını göstərir. Aşağıdakı məlumatlara əsasən doğru fikirləri seçin. Deməli, ürəkdə qan necə hərəkət edir? Ürəyin birinci tökülür qan qulaqçıqlarına, daha sonra qulaqçıqlardan, burası daha 5-ci olardı, qulaqçıqlardan axır mədəciyə və mədəciklərdən də gedir arteriya damarlarına. A ilə B arasında taylı qapaqlar olur. A ilə B qulaqçıqla mədəciklər arasında, bəli, taylı qapaqlar olur, bəli, düzgün fikirdir. B ilə C arasında qapaqlar eyni zamanda vena damarlarında da rast gəlinir, bəli, bu da doğrudur. B ilə C arasında olacaq aypara qapaqlar. Aypara qapaqlarda biz eyni zamanda vena damarlarında da təsadüf edirik. Bəli, bu da düzgün çıxışdır. Qan ürəyə C ilə daxil olur. Xeyr, qan ürəkdən C damarı ilə xaric olur, yəni arteriya ilə xaric olur, daxil olmur. Bəzən qan A hissədən C hissəyə birbaşa keçə bilər. A hissə qulaqçıqdır. C hissədə arteriya damarıdır. Heç bir halda qan qulaqçıqdan arteriya damarına daxil ola bilməz. Yəni, bu da yanlış düşüncədir və baxırıq bizdən yenə də nəyi soruşur? Doğru fikirlər istəyirlər. Doğru fikirlər də 1 və 2. Belə. Yəni, suallarımızla sizi qısaca tanış eləmək istədim və kitabımızı bütün kitab mağazinlərindən əldə edə bilərsiniz. Əgər soruşduqda yox cavab alarsınızsa, sifarişlə istənilən mağazinə bir gün ərzində kitab çatdırıla bilir və yaxud da əgər tapmasanız yerində kitabdan, ən belə deyək də, çıxılmaz vəziyyətdə mənim nömrəmlə əlaqə saxlaya bilərsiniz. 050 752 28 63. Eləcə də videonun adına və xaçlama bölümünə də mən öz nömrəmi qeyd edəcəm. Əldə etmək istəyənlər şəxsən mənimlə də əlaqə saxlaya bilərlər və bir də onu demək istəyirəm ki, hal-hazırda artıq bizim 7-ci sinif biologiyadan RFM səviyyəli və 8-ci sinif biologiyadan artıq abituriyent səviyyəli deyə dərsliklərimiz hal-hazırda çapdadır. Yəni, qısa zamanda bu kitablar da inşallah ki, sizin istifadənizdə olacaq. Yəni də əlavə sualını soruşmaq istədiyiniz nüans olarsa, yazıb soruşa bilərsiniz. Uğurlar arzulayıram hər birinizə.